Kitabın adı Böyük Günahlar kitabıdır. Bu kitabda nə başlıq gəlirsə, onların hamısı böyük günahların başlıqlarıdır. Yəni onu etmək və yaxud etməmək böyük günah sayılan şeylərdir. Ona görə böyük günahlardan biri də namazı tərk eləməkdir. Məsələ bir bugündən yox, dünəndən yox, tabeinlərin dövründən bu dövrə kimi ixtilaflı məsələdir ki, öncə ixtilafdan qabaq bildirmək istəyirəm ki, bütün İslam ümməti ittifaq ediblər ki, kim namazın vacibliyini inkar edərsə, o insan kafirdir. Nə o insanın kəsdiyi yeyilməz, nə o insana salam verilməz, nə o insanın cənazə namaz qılınmaz, ölsə, nə o qusul elə, onu nə çimizdirmək olmaz, nə də o müsəlmanların qəbir sanığına dəfn eləmək olmaz. Kim namazın vacibliyini inkar edərsə və kim namazın boş şey olduğunu deyərsə və tərk edərsə, o insana bütün müsəlmanlar yer üzündə ittifaq eləmişdir ki, o insan kafirdir. Və həmin insan əbədi cəhənnəmlikdir. Heç vaxt cənnətə girməyəcək, nə də heç vaxt cəhənnəmdən çıxmayacaq. Eyni zamanda bütün müsəlmanlar ittifaq eləmişdir ki, hər həddi buluğa çatmış insan, həddi buluğa çatmış qadın və kişiyə namaz qılmaq vacibdir. Fardu ayndir. Onu tərk eləmək mümkün deyil. Peyğəmbər sallallahu deyir ki, övladlarınız 7 yaşına çatdıqda onlara namazı əmr edin, 10 yaşına çatdıqda isə qılmasalar hətta vurun. Yəni 10 yaşından o tərəfə keçdisə, övlad, oğlan uşağı, istərsən qız uşağı olsun, hər ikisinin hökmü eynidir. Əgər kim ayırarsa ki, oğlan uşağının ki, bu yaşına kimidir, qız uşağının ki, bu yaşına kimidir, o insan doğru deməmiş olur. Nə üçün doğru deməmiş olur? Çünki dəlil yoxdur. Onu kim ayırarsa ona dəlil yoxdur. Peyğəmbər sallallahu deyir ki, Sahih Buxarıda Müslim gələn hədisdə, Muru əvladakum, övladlarınızı əmr eləyin. Övladlarınıza deyildikdə, qız uşaqlarda, oğlan uşaqlarda ora daxildir. Hədisin arxasında isə Peyğəmbər sallallahu deyir ki, 10 yaşına çatdıqda uşaqlarınızın arasını ayırın. Yəni qız uşağı ilə oğlan uşağını bir kravatda yatırtmayın. Yerlərini ayırın və onları namazı əmr edin. Əgər qırmasalar, hətta vurun. Nəyə görə vurun? Çünki namaz qılmaq lazımdır. Ona görə İslamda namazın vacib olmağına gəlib çatdıqda, yəni hansı insana vacibdir, bu insanın ağlı ilə ölçüb biçilir. Yəni ola bilsin ki, insan 12 yaşına da gələ, hələ həddi buluğa çatmamış ola, hələ ağlı kamilləşməmiş ola, həmin insana namaz vacib olmur. Əsas məsələ nədir? Ağlın kamilləşməsi. Ağlın kamilləşməsi. Məsələ, kişilərdə həddi buluğa çatmış əlamətlərdən biri, kişinin üzündən tükün çıxması, qoltuq altından və övrat yerlərindən tükün çıxması, eyni zamanda kişidən splazmanın məninin çıxması, qadında əlamətlərdən, həddi buluğa çatmış əlamətlərdən biri, qoltuq altı və övratlarından tükün çıxması, döşlərin çıxması, aybaşı olması, bunların hamısı qadının həddi buluğa çatma əlamətləridir. Bu, hətta 10 yaşından aşağıda baş verərsə, həmin insana vacibdir ki, həmin vaxtından namazı qılsın. Çünki insana etdiyi xeyirlərin savabı və etdiyi şeylərin şəri həddi buluğa çatdıqdan sonra yazılır. Ondan qabaq isə yazılmır. Ona görə, inşallah o məsələni də danışacaq ki, həddi buluğa çatmamış ölən insanların ahirətdə aqibəti nə olacaq? Onlar cənnətliklərdirmi, cəhənnəmliklərdirmi? Bu barədə inşallah doğru alimlərin rəylərini və onların içindən ən doğrusunu deyəcəyik Allahın izni ilə. Lakin bugünkü mövzumuz namazı tərk eləməkdədir. Bayaq keçdiyi kimi ittifaq nəql elədik ki, heç bir müsəlmanlardan bir nəfər ixtilaf eləmir ki, kim namazın boş şey olduğunu deyərsə, o insan kafirdir. Lakin, əgər kim namazı səhlənkarlıq eləyib, yəni bugün qılaram, sabah qılaram və ya bugün qılır, sabah tərk eləyib və ya deyir ki, namaz vacibdir, haqdır, onu qılmaq lazımdır, onu tərk eləyən kafirdir. Bu sözləri deyib, amma özü qılmazsa, onun kafir olub olmamaq barəsində alimlər ixtilaf eləyirlər. Bəzilər deyir ki, o kafirdir, öldürülməlidir və o insan
müsəlmanların qəbir sanığına dəfn olunmur, nə ona cənazə namaz qılınmır, nə müsəlman kimi dəfn olunmur adam. O insan öldükdən sonra da ona xeyir dua eləmək olmaz. Namazı tərk eləyən səhlənkarlıqla, vacibliyinə inananlar. İnanır ki, namaz vacibdir, qılmaq lazımdır, onu tərk eləmək olmaz, lakin özü tərk eləyir və yaxud da bugün sabah qılacam deyir. Bu, alimlərin çoxunun rəyidir. Alimlərin çoxunun rəyidir ki, hətta səhlənkarlıqla belə namazı tərk eləsə, həmin insan kafirdir. Hətta müasir alimlərindən, ən böyük alimlərin birinin rəyi də var ki, bir namazı tərk eləyən vaxtı çıxana kimi, bir namazı tərk elədi, qılmadı, vacibliyini inkar elədi, həmin insan yenə kafir olur. İkinci rəy var ki, deyir o insan kafir olmur, fasik olur, zalim olur, günahkar olur, ahirette akıbetini Allah bilir. Ve o insan həbs olunmalıdır, hatta ölene kimi. Bu da alimlerin ikinci kısmının rəyidir. Yani onu başı başına bırakmağı demirlər. Həbs olunmalıdır, ta ya tövbe eləyib namaza qayıtmalıdır, ya da türmədə ölməlidir. Bu da alimlerin ikinci rəyidir. Sözsüz ki, insan həmişə ehtiyatı götürməlidir. Məsələ təhlükəlidir. Məsələ, İslam devlətlərində, Allahın endirdiyi ilə hökm edilən devlətlərdə, hər vaxt 5 namaz əzan verilən dövlətlərdə, yəni İslam, tövhid dövlətlərində, sözsüz ki, kim namazı tərk edərsə, kim namazı səhlənkarlıq ucbatından tərk edərsə, ixtilaf yoxdur, o həmin o insan səhlənkarlıqla tərk edilsə belə kafir hesab olunur. Lakin Allahın endirdiyi ilə hökm edilməyən devlətlərdə, Gürcistan və s. buna oxşar devlətlərdəki müsəlmanlar, komünist periyodunda yaşayan müsəlmanlar, hansı ki dinlərini öyrənə bilməyiblər, kafir bir qovmun içində yaşayıblar, namazın İslamda mövqeyi, məqamı onlara lazımınca çatdırılmayıb, həmin insanlara kafir demək hökmündə dayanmaq lazımdır. Onlara hüccət qaldırmadıqca, haqqı bəyan eləmədikcə kafir demək düzgün deyil. Əgər bir insana, bu dediyim qeyri-müsəlman ölkələrdə yaşayan müsəlmanlara, namaz qılmayanlara haqqı, hüccəti qaldırmadan kafir hökmünü vermək qadağandır, caiz deyil. Ona görə bir kəsi kafir demək olar, sən ona dəlillərlə ispat etdikdən sonra namazın İslamda məqamı və onu tərk edənin hökmü. Ona görə məsələ ixtilafı gətirmək istəmədim mən. Məsələdə onu bəyan eləmək istəyirəm ki, namazı tərk eləmək çox təhlükəlidir. Ona görə inşallah burada gələn dəlillərdə izah eləməyə çalışacaq ki, hansı dəlillər əsasında dayanmışıq bu sözləri deməklə. Allah-u Teala buyurur, Məryəm surəsinin 59-cu ayəsində və 60-cı ayəsində فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةِ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيَّا. Deyir, Allah-u Teala deyir, onlardan sonra bir qovum gəldi, yəni salih insanlardan sonra bir cemaat gəldi, namazı zayi etdilər. Namazı tərk elədilər. Namazı itirdilər. وَاتَّبَعُوا الشَّهَوَاتِ Şəhvətlərinə tabi oldular. Şəhvətlərinə uydular. Şəhvətlərinin dalı ilə getdilər. Şəhvət deyildikdə bir çox şeylər qəfs olunur. Yəni sən dünya ilə, dünyanın malı ilə, dünyanın zinəti ilə məşğul oldun, tək olan Allah-u Teala'nı unuttun. Nəfsi istəklərinə, nəfsi arzularına uydun, tək olan uca Allahı unuttun. Allahın haqlarının qarşısında göz yumdun və dünyanı və Allahdan qeyrisini Allaha olan sevgiyəndən daha qabaqda tutdun. Və bu səbəb oldu ki, sən namazı zay etdin, Allah Teala o kəslər üçün nə deyir? فَسَوْفَ يَلْقَوْنَ غَيَّا Onlar qay deyilən cəhənnəmdə, qay cəhənnəmdə bir vadinin, bir dərənin adıdır. Və yaxud da cəhənnəmdə əzabın şiddətli olan məqamlardan biridir. Allah-u Teala deyir ki, فَسَوْفَ يَلْقَوْنَ غَيَّا Onlar namazı zay eləyib şəhvətlə uyanlar
həmin o qay dərəsinə girəcəklər, deyir Allah-u Teala. Həmin cəhənnəmin o şiddətli əzabı olan yerə düşər olacaqlar. Deməli, bu nəyi göstərir? Kim namazı tərk eləyərsə, namazı zayi eləyərsə, o insan mütləq cəhənnəmə girəcək. Cəhənnəm əhli olacaq. Həmin dərəyə girəcək. Çünki ayət nasdır, dəlildir. Namazı tərk eləmək mümkün deyil. O namazı tərk eləyənlər ancaq şəhvətlərinə, öz istəklərinə, arzularına, uyduqlarının ucbatından tərk eləyirlər. Başqa Allahdan qeyrisini, Allahdan daha çox sevdikləri üçün namazı tərk eləyirlər. Pulu, dünyanı, zövcəni, nə bilim, başqa fitnələri çox sevdiyi üçün namazı tərk eləyirlər. Yoxsa Allah sevgisi qəlbdə olan insan mümkün deyil, başını Allah Teala səcdəsindən uzaq tutsun. Çünki yaşanmayan ev xarab ev sayılır. Allah'ı anmayan cəsəd də ölü cəsəddir. Allah'ı anmayan insan, Allah'ı biz səcdə ilə anırıq. Sən Allah'ın böyüklüyünü, təkliyini, gücünü, qüvvətini nə ilə sübut edirsən? Sən qorxduğun bir kəsin qabağında səcdə eləməlisən, baş əyməlisən, itaət eləməlisən. Namaz vaxtı gəldikdə heç nə gözünə görünməməlidir namazdan başqa. İslam dini bundan ibarətdir. Mən müsəlmanam, qəlbim təmizdir deməkdən ibarət deyil. İslam dini əməllə ölçülür. Sən istəyirsən namaz qıl, istəyirsən namaz qılma. Dünyadan ölüb keçəcəksən. Bəlkə də Allah'tan sən yayındıran şeylər yığmaqla yığırsan, sonra heç onu yeyə də bilmirsən. Evi tikirsən, maşını alırsan, ölürsən və səni sevməyən insanlar gəlib orada yaşayır. Heç sənə rəhmət oxunmayan insanlar ola bilsin, gəlib sən mal mülkünü dağıdır. Amma əslində baxsaq ki, bəlkə də o insan Allah Taala'yı həmin o şeyləri yığmaq üçün unutmuşdur. Ona görə insanların xeyirlisi dünya ilə axirəti cəm eləyənlərdir. Bu fikir veriləsi məsələdir. Şeytan həmiş insana patxod eləyir. Dini məsələlər gəldikdə sən çatışmamaca, ona çatışa bilməməyəcəyini deyir. Bu çox təhlükəli məsələdir. İnsan əgər nəfsini hesaba çəkməsə, gündəlik öz nəfsi ilə mübarizə eləməsə, mümkün deyir Allah qoyan xətt-i müsi ilə gedə bilsin. Mümkün deyil. Dünyanın bərbəzəkləri çoxalıb, insanı dindən yayındıran şeylər çoxalıb. Hara baxırsan, telefon alırsan, radio qoşursan, televizor qoşursan, qazet alırsan, birjalara çıxırsan, cəmaat işinə qarışırsan, hamı şərə çağırır, hamı səni küfrə çağırır, hamı səni Allahdan uzaqlaşdırır. Ona görə sən hesaba çəkinən nəfsini ki, həmin təhlükələrə uymayasan, həmin uçurumlara getməyəsən. Çünki əgər dünyavi bir iş olsa elə eləməzik. Sən əgər ticarət elədikdə, alver elədikdə, hər şeyini xırda-xırca ölçüb bitirsən ki, zərər eləməyəsən. Eləcə də dinini ölçüb biçməlisən. Bugünkü qazancın nədir? Bugünkü elədiyin əməllər nədən ibarətdir? Yalan mı danışmışsan? Qeybət mi eləmişsən? Böhtən batmışsan? Nəmimət mi eləmişsən? Oğurluq mu eləmişsən? Göz zinası mı eləmişsən? Xavarçılıq mı eləmişsən? Anatiyə qarşın çıxmışsan? Namazın vaxtında qılmamışsan? Hansı günahlar eləmişsən? Özün hesaba çək. Bütün günü dolaş, gəz dolaş. Yerinə girəndə yorğanı üstünə çəkəndə hesaba çək. Sən bugün nə əldə eləmişsən? Qazancın var mı? Yoxsa günahın üstə yığılır. Şeytan insana bunu dərk eləməyə izin vermir. Hətta televizor açanda belə adiləşdirir bəzi günahları. Adi günahdır, amma böyük günahlardandır. Cəhənnəmlə qorxudulan günahlardandır. Prost insan çox baxdıqda adiləşir. Ona görə insan, ağıllı insan, özünü hesaba çəkən insandır. Ən azından düşün ki, sən Allah Teala yaradıb. Sağ Allah Teala göz verir. Sən gözə maliksən. Gözün sahibisən. Minlərlə insanlar var ki, ana atalarının üzlərini tanımırlar. Arzulayırlar ki, övladının üzünü görsünlər, kördülər. Göz neməti verilməyib. Amma sağ Allah Teala göz verir. Anana atan görürsən, övladını görürsən, xeyirlə və şəri görürsən, bu qədər nemətlərə şahid olursan, Allah Teala dil verir, minlərlə insanlar la ilahe illallah kəlməsini deyə bilmirlər, ürəkləri partlayır. Lalcasına namaz qılırlar. Bir insanı başa sala bilmirlər, dil nemətinə nail olmuşsan. İnsanlar kardılar, heç nə eşitmirlər, aciz qalıb əllə başa salırlar. Allah Teala qulaq neməti verir, dərk eləylə.
Düşüngünə sadəcə. Bunu hər kəs hamımız bilirik, bu nemətlərin olduğunu. Lakin dərk elə bilmirik. Lakin düşünə bilmirik. Onu qiymatlandıra bilmirik. Amma baxdıqda isə hal-kefi soruşmağa bəzilərimiz yaramır. Olsa qan ağlayırıq. Vallahi, əgər biz özümüzü bir balaca dərk eləsək, baxarıq ki, dünyanın ən xoşbaxt insanlarıyıq. Nəyə görə? İslam nemətində olduğumuz üçün. Gəlin özümüzdən soruşaq, faktdır. Gəl sənin mən kim razı olar, gət gözəyin birini çıxardım 1 milyon dolara. Kör olacaqsan. Gət sağ qolun biləyindən kəsin. 10 milyon dolara qollarını kəsin. Vallahi ki, ağlı olan insan da xeyr, vermirəm. Qolsuz qalacaqsın ölənə kimi. Amma bax ki, 10 milyon dolara biz malikik. Həmin o qiymətli şeyləri malikik. O varımız, dövlətimiz var. Bunu kim dərk eləyir? Bunun da zəkatı var. O göz sağ boşa verilməyib. O qulaq ağız sağ boşa verilməyib. Bu bədən sağ boşa verilməyib. Allahın da o verdiyində haqqı var. İnsan sağ bir balaca hörmət etdikdə, bir balaca qolundan qaldırdıqda, işini ilə apardıqda, bilmirsən necə təşəkkür elərsən, az qalırsan, səcdə elərsən. Amma Allah bu qədər insana nemət verir. Bu qədər Allah Teala bizi xəstəliklərdən qoruyur. Bu qədər bəlalardan bizi qutarır. Amma biz onun qarşısında bir dənə səcdə eləmək istəmirik. Namaz qılmağı böyük şey görürük. Minnət eləyirik başqalarına. Xeyr, sən özün bostanını əkirsən, özün tarlanı əkirsən ahirətdə. Sən qıldığın namazın faydasını qiyamət gün görəcəksən. Həmən bu dostlar, bu qardaşlar, bu nələr? Bunlar hamısı dünyada tərk olunacaq. Sən çalış, ey müsəlman, itirməylə, dünyana uyub ahirətini itirmə. Nə də ahirət deyib, dünyanı tərk eləmə. Hər ikisindən istifadə elə. Allah-u Teala'nın sənin üzərində olan haqlarını yerinə yetirməyə çalış. Ən böyük haqlarının insan üzərində olan Allah-u Teala'nın haqlarıdır. Zay eləmə. Allah-u Teala başqa bir ayətdə buyurur: "Fevailun lil-musallin ellezînehum an salatihim sahun." Əgər namaz qılarsansa, namazını vaxtında qıl. Ha vaxt keyfinə gələndə yox. Ona deyilən biraz çıx çöldə danış deyilən, cəmaatı mani olmasın. Namazını vaxtında qıl yine. Allah-u Teala namazı vaxtında qılmayanlar hədəliyir. Deyir ki, "Fevailun lil-musallin." Vay olsun o namaz qılanlara ki, "Ellezînehum an salatihim sahun." O kəslər ki, namazlarında səhlənkarlıq eləyirlər. Namazlarında tənbəllik eləyirlər. Namazlarını vaxtında qılmırlar. Müəyyən şəxsi mənfəətlər üçün, dünyavi problemlər üçün, dünyavi gəlirlər üçün, dünyavi işlər üçün namazlarını gecikdirirlər. Vay! Təfsirçilərdən deyənlər var ki, vay sözü cəhənnəmdə bir dərədir. Allah Teala deyir ki, vay olsun. Yəni o cəhənnəm dərəsi onun canı olsun. O cəhənnəm dərəsində yanacaq. Kim namazı vaxtında qılmazsa, kim namaz qılmaqda səhlənkarlıq eləyərsə. Ey müsəlman, sən bilməlisən ki, dinin dirəyi namazdır. Evin təməli olmayan ev üstünə uçub tökülür. Eləcə də namazı olmayan insanların etdiyi xeyr əməllər başına uçub tökülür, fayda vermir. Allah-u Teala başqa bir ayətdə buyurur: "Mə sələkəkum fi saqar, qalu ləm nəku minəl musallin." Allah-u Teala cəhənnəm əhlindən soruşulacaq. Sizi cəhənnəmə salan nə oldu? Nə üçün cəhənnəmə girdiniz? Dünyada nə üçün? Cənnət üçün çalışmadınız. Onlar belə cavab verəcəklər: "Ləm nəku minəl musallin." Bizim cəhənnəmə girməyimizə səbəb olan, biz namaz qılanlardan deyil idik. Bu ayətlər nəyi göstərir? Namaz qılmamaq ucbatından cəhənnəm dolacaq. Namazı qılıb səhlənkarlıq etmək ucbatından cəhənnəm dolacaq. Əsas namazdır. Əgər bir insan namazı olmazsa, başqa əməllər soruşulmaz. Sən cihad elə, sən get həcə get, sən oruç tut, sən sədəqa ver, faydası yoxdur əgər namaz qılmırsansa. Namaz qılmırsansa, Allah Teala səndən soruşmayacaq. Ona görə birinci İslam dininin dayağı namazdır. Namaz olmayan insanla dostluq eləmək haramdır.
Namaz qılmayan insana etibar eləmək haramdır. Namaz qılmayan insanın süfrəsində yemək günahdır. Ancaq müəyyən qəddlər istisna olmaq şərti ilə. Peyğəmbər sallallahu deyir ki, malını taqva əhlinə yedirdir. Taqva əhli malından yeyinən. Müsəlmanın bir gün Əhməd ibn Həmbəl İmam Şafi qonaq çağırır. İmam Şafi çox yeyir. Yer. Kızı soruşur ki, subhanallah, şeyh de bu kadar yer. Soruşur ki, sen niye bu kadar yersen? Der, vallahi ki, ben der, takva ehlinin malından yerim. İmam Şafii üstünden haftalar geçirdi, yemek yemirdi. Eğer takva ehli tapmasaydı. Der, ona göre ki, rahtıma düşüyor, indi takva ehlinin yemeğini yerim, ona göre çok yerim. Hemişe fırsatdır, hemişe elime düşmür bu. Ona göre yemeğini iman ehline yedirdir. İman ehlinin yemeğinden yeyinin. Fasıklarla oturup durma. Onlarsa ancak en azından onlardan bir pisi tapacaksan. Necə ki hadiste gelmişti. Peygamber sallallahu aleyhi ve sellem sahih hadiste buyurmuştur. El-ahdullezî beynena ve beynehumus salat femen terakaha fakat kafar. Hadis açık aşkardı. Peygamber sallallahu aleyhi ve sellem dedi ki bizimle yani Müslümanlarla kafirler arasında fark nedir? Namazdadır. Kim onu terk ederse artık ne olur? Kafir olur. Deməli sen namazı terk edinse Yahudi Hristiyanla senin aranda bir fark yoktur. Eğer sen namazı terk edinse Yahudi Hristiyanla senin aranda bir fark yoktur. Onlarla senin aranda olan esas fark namazdır. Peygamber sallallahu aleyhi ve sellem kim onu terk ederse kafir olur. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki men fâtethu salatul asr habita ameluhu. Dikkatle kulak asın. Der kim asr namazını, ilkindi namazını ötürerse bütün emelleri batil olur. Bakın hadiste nedir qəsd olan? Yani ki asr namazı en mühim, en önemli namazlardan biridir. Dikkat getirginen ki ötürmeyesen. Başka ləstərdə gelir ki kim onu terk eləyərsə bütün əməli batil olur. Bəli. Başka bir hadiste, Müslim'de gelen hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki beynel abdi ve beynel şirki terkus salat. İnsan ve şirk arasında ancak namazı terk etmek durur. Yani sen namazı terk edinse mümkün değil şirke düşmeyesen. Sen namazı terk edinse mümkün değil şirkelenmeyesen. Gayri mümkündür. Sen diyebilirsen ki ben bütün ibadet edemem. Kabirlerden istemiyorum. Hiçbir şeyhlə gelip təbərrük eləmirəm. Heç kiminlə gelip təvəssül eləmirəm. Ben şirk eləmirəm axı, xeyr. Sen aslında öz nəfsini özünə ilah tutmuşsan. Öz nəfsini, öz canını Allah'tan çok sevdiğin için onu Allah sevgisinin qabağa koymuşsan. Namaz tərk eləmişsən, elə bunun özü şirkdir. Şirk sadece gelip bütün ibadet etməkdən ibarət değil. Şirk qarışqanın ayağından da gizlidir bəzən. Dikkat etmək lazımdır. Ömer radıyallahu anh der ki der namazı itiren adamın İslam'da payı yoktur. Namazı terk eden adam, namazı fehlenkarlık eden adam İslam'da payı yoktur. Ömer radıyallahu anh der. İbrahim Munnakai büyük tabiinlerdendir. Der kim namazı terk ederse kafir olur. Abdullah ibn Şakik der ki Ebu Hureyre dedi Peygamber sallallahu aleyhi ve sellem sahabeleri hiçbir ameli terk edeni yani namazı terk edeni amellerde sadece namazı terk edeyen kafir görürlerdi. Amelleri başka amelleri terk edenleri görmezlerdi kafir. Lakin namazı terk edenleri kafir görerdi diyor Ebu Hureyre Peygamber sallallahu aleyhi ve sellem sahabeleri. Hamısı. İbn Hazm rahmetullah zahiri mezhebinin imamı der ki şirkten sonra en büyük günah namazı terk etmektir. Vaxtı çıxana, yani vaxtı çıxanakən gecikdirməkdir. Tam terk etmək yox. Şirkten sonra en büyük günah namazı vaxtından geçirməkdir bile. Sonra haksız yere kan tökmək. Başka bir hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur. Evvel ma yuhasabu bihil abdu yevmel kıyame min amelihi salatuh. فإن صلحت فقد أفلح وأنجح
Və in fəsədət fəqad xabə və xasir. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, qiyamət günü insanların əməllərində ən birinci soruşulacağı şey onun namazıdır. Əgər namazı doğru olarsa nicat tapacaq, xeyrə uğrayacaq. Əgər dedi, onda namazı doğru olmazsa, fasid olarsa, onda udzacaq və zərər çəkəcək. Peyğəmbər s.ə.v başqa bir hədisdə buyurur, Umirtu ən uqatilən nəsə həttə yəşhədu ən la ilahe illallah. Əmr olundum der insanlarla da müharibə etməyə. Əmr olundum insanlarla cihad etməyə. Əmr olundum insanları öldürməyə. La ilahe illallah kəlmədiklər demədikcə. La ilahe illallah kəlməsini demədikcə, Muhammed Rasulullah sözünü demədikcə, namaz qılmadıqca, zəkat vermədikcə. Əgər bunları desələr, Peyğəmbər deyir ki, onların malları da, qanları da bizə haram olar. Ancaq haqqı ilə. Hesabları isə Allah olar. Sən namazı tərk elədinsə, zəkatı tərk elədinsə, kəlmə tövhid inkar elədinsə, şəriətə görə sən müsəlman sayılmırsan. Peyğəmbər sallallahu deyir ki, namazı tərk edənlər, zəkatı tərk edənlər, la ilahe illallah tərk edənlərlə müharibə etməyə əmr olundum deyir Peyğəmbər sallallahu. Əgər onu desələr, onda zaman əl çəkəcəm deyir Peyğəmbər sallallahu. عن أبي سعيد أن رجلا قال يا رسول الله اتق الله فقال ويلك لست أحق أهل الأرض أن أتقي الله فقال خالد بن الوليد رضي الله عنه ألا أضرب عنقه يا رسول الله فقال لا لعله أن يكون يصلي متفق عليه. Buxari və Müslim gələn hədisdə bir nəfər gəlir bədəvlərdən biri. Peyğəmbər sallallahu əleyhi və səlləm Allahdan qorxdu. Peyğəmbər sallallahu əleyhi və səlləm hirslənir. Deyir, vay sənin halına, yer üzündə məndən çox Allahdan qorxan var mı? Deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm. Xalid ibn Valid, qoç, kişi, deyir, ya Rasulullah, məni bırak qoy, bunun başını vurum deyir. Sağım deyir, bu ki, bu tərbiyəsiz. Sağım deyir ki, Allahdan qorx, Allahın Peyğəmbərinə. Bırak onun başını vurum. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, xeyr, onu tərk elə. Bəlkə də deyir, namaz qılanlardandır. Nədir bu da ibrət? Onun namazı mani oldu, onun başına vurulmasına. Peyğəmbər sallallahu əleyhi və səlləm tərk elə, bəlkə namaz qılanlardandır. Peyğəmbər sallallahu əleyhi və səlləm namaza çox böyük önəm verərdi. Hətta ölüm gəlib Peyğəmbər sinəsində oturduqda, Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib ölüm çatdıqda nəsət eləmirdi varını, nəsət eləmirdi devlətini, nəsət eləmirdi dünyavi şeyləri. Deyirdi, as-salat, as-salat və mə mələkət eymanukum. Namaza, namazda möhkəm olun, namaza diqqət getirin və əlinizin altındakı yetimlərə yaxşı baxın. Əgər bu İslamda namazın məkanəti bu qədər olmasaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm ölüm ayağında da onu deməzdi. Ona görə sahabələrə baxardın ki, onlar üzərindən 50 il keçənlər var idi ki, Peyğəmbər sallallahu arxasında birinci təkbir itirməmişdilər. İbrahim-ün Nəxəi bayaq keçən, deyir ki, 40 il mən namaz qılanların kürəyini görmədim. Yəni, həmişə qabaq səhvdə olardı. 40 il dalda olmayıb namaz qılanların kürəyini görməmişəm deyir. Həmişə birinci səhvdə olardı. Deyir, hətta sələflərdən bəziləri əzandan qabaq gəlməsəydilər, sadaqa verərlərdi kimləri, mən niyə belə eləmədim, yəni o savaba nail olmadım. Əzəndən qabaq gəlib oturarlardı. Namaz çox dəyərli şeydir. Namazı itirən həqiqətən İslamda payı yoxdur. Bu naslar artıq bizə, bu keçən dəlillərin hamısı bizə namazın əhəmiyyətini, namazın önəmini başa salırdı. Sözsüz ki, onu tərk eləmək çox təhlükəli işdir. Onu tərk eləmək dünyada və axirətdə çox problemli məsələlərdəndir. Ona görə müsəlman namazlarını vaxtında qılmağa çalışmalıdır. Ailəsinin İslam'a gəlməsi üçün səy eləməlidir, çalışmalıdır, səbirlə, hikmətlə və özü namazlarını qorumalıdır, cemaat namazına getməyə çalışmalıdır. Çünki evdə namaz qılmaq qadınlara aiddir. Kişi namazlarını çalışmalıdır, məsciddə qılmaqda. Allah Teala'dan istəyirəm ki, bizi tövhid əhlindən eləsin. Allah Teala'dan istəyirəm ki, bizi son nəfəsimizə kimi namazdan ayırmasın. Allah Teala'dan istəyirəm ki, bizi ibadət əhlindən etsin. Allah Teala'dan diləyirəm ki, bizi və ailəmizi, zürriyyətimizi doğru yola gətirsin. Allah Teala'dan diləyirəm ki, bizi
və cəvcələrimizi və övladlarımızı, analarımızı, atalarımızı, bütün qohum qardaşlarımızı, bütün kəndimizi, bütün ölkəmizi, bütün müsəlmanları doğru yoldan ayırmasın. Allah-u Teala'dan diləyirəm ki, bizi namazı qoruyanlardan etsin, namazı zayi edənlərdən etməsin. Allah-u Teala'dan diləyirəm ki, bizi İslamda son nəfəsimizə kimi saxlasın. Və sallallahu alə nəbiyyinə Muhammed.